Gəlin törəmədən belə bir isbata baxaq. Deyir, isbat edin ki, sinus x-in törəməsi kosinus x-a bərabərdir. Mən bunu törəmənin tərifini əsasən isbat edəcəm. Törəmənin tərifi belədir ki, limit h yaxınlaşarkən sıfıra fx plus h çıxılsın fx bölünsün h bizə verir nəyi? Bizə verir f iştirik x-i. F iştirik x-i. Bax, buna əsasən mən isbat edəcəm ki, sinus x-in törəməsi kosinus x-dir. İndi bizdə fx nədir? Fx sinus x-dir. Sinus x-dir. Gəlin baxaq. Gəlin yazaq ki, limit h yaxınlaşarkən sıfıra sinus x plus h çıxılsın sinus x bölünsün h bərabər olacaq nəyə? Bərabər olacaq kosinus x-a. Buradan sürətdə sinusun fərqi düsturunu yazsam, olacaq limit h yaxınlaşarkən sıfıra 2 sinus olacaq deməli nə? X plus h çıxaq x bölünsün 2 kosinus bunların cəmi x plus h plus x bölünsün 2 və bölünsün məxrəcdə h bərabərdir kosinus x-a. Belə. Burada indi olur ki, limit h yaxınlaşarkən sıfıra 2 sinus h bölü 2 kosinus 2x plus h bölünsün 2 və bölünsün nə? H. Bax belə. Kəsirin xassəsindən istifadə edib mən burada sürət və məxrəci 2-yə bölürəm. Sürəti də 2-yə bölürəm. Məxrəci də 2-yə bölürəm. Nə alıram? Bu ikilər buradan gedir. Qalır limit h yaxınlaşarkən sıfıra sinus h bölü 2 kosinus 2x plus h böl 2 və bölünsün h bölək 2. Bax, indi burada bu bizə verəcək 1-i. Bu verəcək 1-i. Olacaq nə? Qalacaq limit h yaxınlaşarkən sıfıra kosinus 2x plus h bölünsün 2. Bu deyilir nə? Bu deyilir kosinus x. Deməli, biz isbat etdik ki, sinus x-in törəməsi bizə verir kosinus x. Bax, belə.